Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Allah Teala Qur'anda misallar çəkir çoxlu. İbn Ömərdən gələn hədis var. Əvvəlcə bu hədisi götürək. İbn Ömərdən gələn hədis buyurur ki, Rasulullah s.a.v. belə buyurdu. Mənə o ağacı xəbər verin, hansı ki o ağacın misalı müsəlmanın misalı kimidir. Və Rəbbinin izni ilə hər daim öz meyvəsini, öz barını verir və o elə ağacdır ki, yarpaqlarını tökmür. Və İbn Ömər deyir ki, mənim nəfsimə düşdü ki, o xurma ağacı olduğu mənim nəfsimə düşdü və mən danışmaq istəmədim ki, orada Əbu Bakır və Ömər var idi. Nə bax ki, onlar danışmadılar. Peyğəmbər s.ə.v buyurdu ki, o xurma ağacıdır. Buyurur ki, mən atamla bərabər çıxdığım vaxtı dedim ki, atacan, mənim nəfsimə düşmüşdü ki, o xurma ağacı olduğu. Atam dedi ki, sənə nə mani oldu? Onu deməyinə sənə mani olan şey nə oldu? Dedim ki, o dedi ki, sənə nə mani oldu sənin deməyinə? Əgər sən kaş ki onu deyərdin, desəydin mənə, yəni belə şeylərdən daha sevimli olardı. Mən dedim ki, mən orada gördüm ki, sən Əbu Bakır və sən danışmadınız və ona görə mən danışmaq istəmədim. Allah Teala öz kitabında buyurur ki, sən görmürsənmi, Allah misal çəkir, pak olan kəlməni, pak olan ağaca misal çəkir, onun kökü yerdə sabitdir, budaqları isə səmaya yüksəlib. Və Rəbbinin izni ilə hər daim öz meyvəsini, verir. Və Allah Teala buyurur ki, Allah misallar çəkir insanlar üçün ki, onlar yəni ibrət alsınlar, düşünsünlər. Allah Teala Qur'anda 40-dan çox misal çəkir. Və buyurur ki, və şək yoxdur ki, həqiqətən Qur'anın insana, yəni qəlbə göstərdiyi təsir nəyə bağlıdır? İnsanın onu orada olan ayələri yaxşı şəkildə tədəbbür etməsinə, yəni mənalarını düşünməsinə, təəmmül etməsinə, üzərində düşünməsinə və mənalarını başa düşməsinə bağlıdır. Yəni buna görə bu səbəbdən Qur'an insanın qəlbinə təsir göstərir. Və orada olan dəlillər, Allah Taala'nın dəlilləri, Allah Taala'nın yəni Qur'anda göstərdiyi yəni ayələrin dəlalət etdiyi şeyləri insanın başa düşməsi ilə Qur'an insanın qəlbinə təsir göstərir. Yəni insanın Qur'andan olan payı təkcə onu oxumaq olmamalıdır. Mütləq gərək onun təəmmül etsin, mənalarını düşünsün. Təəmmül etsin, yəni mənalarını düşünsün. Hətta ola bilər ki, insan bir ayəni bir gün, bir gecə ola bilsin üzərində düşünə bilər və bu da onun üçün böyük bir fayda, yəni onunla böyük bir fayda əldə edə bilər. Çünki Qur'anın təsir etməsi, insanın qəlbinə təsir etməsi, ondan faydalanması, yəni gözəl şəkildə ayələri tədəbbür etməsinə bağlıdır. Allah Teala da bu Qur'anı yalnız nazil edib ona görə ki, onun ayələri tədəbbür olunsun, üzərində düşünülsün. Allah Teala deyir ki, bu kitabı biz sənə nazil etdik, o mübarəkdir, onun ayələri tədəbbür olunsun deyə və ağıl sahibləri ondan ibrət alsınlar deyə. Və bir çox ayələrdə Allah Teala yəni Qur'anı tədəbbür etməyə həvəsləndirib və bu işi zay eləyənlərə, bu işdə səhlənkarlıq eləyənlərə Allah Teala yəni orada onlara olan bir inkar var. Allah Teala deyir ki, onlar Qur'anı tədəbbür etməzlərmi? Əgər o Allahdan başqası tərəfindən olsaydı, onda çoxlu ziddiyyətlər tapardılar. Və başqa ayədə Allah Teala buyurur ki, onlar Qur'anı tədəbbür etməzlərmi? Yoxsa qəlblərə qıfıl vurulub? Allah Teala'nın kitabı heç bir ziddiyyət olmayan, heç bir şək şübhə olmayan bir kitabdırsa,
Neye göre insanlar onun üzerinde düşünmesinler, ayelerini okuyup niye ondan ibret almasınlar, düşünmesinler ayelerin üzerinde. İnsan vaxtını yani zay eləməkdənsə, dünyasına və axirətinə fayda verməyən şeylərdə insan vaxtını zay etməkdənsə, yaxşı olar ki, otursun, ayələrin üzərində düşünsün, onları başa düşməyə çalışsın və Allaha çoxlu dua etsin ki, Allah özünə bu işdə yardım etsin. Allah Teala xəbər verir ki, həqiqətən Qur'anın tədəbbür olunması, təəmmül olunması mənalarının təəmmül edilməsi, onların üzərində düşünülməsi, başa düşməyə çalışılması qul üçün zəlalətdən, azğınlıqdan salamatçılıqdır, əminlikdir. Batildən onun üçün salamatçılıqdır. Allah Teala buyurur ki, mənim ayələrim sizə oxunurdu, siz isə arxa çevirib gedirdiniz, qayıdırdınız. Əgər onlar Allah Teala'nın sözünü tədəbbür eləsəydilər, mənaların üzərində düşünsəydilər, əlbəttə ki, yəni arxa çevirib getməzdilər və beləcə zəlalət əhlindən olmazdılar. Qur'anı tədəbbür eləmək elə bir şeydir ki, qul üçün zəlalətdən əminlikdir və azğınlıqdan salamat qalması var orada. Ona səbəbdir və həmçinin onu batil olan şeylərdən qoruyur və onu bütün şərlərdən qoruyur. Sanki bir qala kimi onu bütün şərlərdən qoruyur. Və insanın Qur'anla özünü müalicə etməsi də belədir. Allah Teala deyir ki, sinələrdə olana, qəlblərə Qur'an şəfadır. Şifəun limə fis-sudur, yəni sinələrdə olana, qəlblərə, yəni şəfadır. Allah Teala buyurur ki, biz Qur'andan möminlərə şəfa və rəhmət olan ayələr nazil edirik. Zalimların isə o yalnız xusranını, uduzmasını artırır. Qur'an elə bir kitabdır ki, Allahın elə bir kəlamıdır ki, yəni qəlbdə olan o xəstəliklərə orada şəfa vardır. Qəlbdə olan şübhələr xəstəliyi, şəhvətlər xəstəliyi. Qur'anda insana üz verən bütün problemlərin həlli vardır. Amma yəni insan necə bunlara gedib çata bilər? Yəni bu problemlərin həllini necə görə bilər? Və necə Allah Teala'nın Qur'anda qoyduğu hidayət yolları, salamat yollar, insan necə onlardan faydalana bilər? Yalnız əgər Qur'anı yəni tədəbbür etməyə, mənalarını düşünməyə əgər müvəffəq olarsa. Ona görə bu şeyləri əldə etməkdən ötürü, bu xeyirləri əldə etməkdən ötürü qul gərək, insan gərək Qur'anla yaxşı olsun. 3 məsələdə, yəni 3 babda Qur'anla yaxşı olsun. Qur'anı yaxşı şəkildə oxumağı, Qur'anı yaxşı şəkildə başa düşməyi, anlaması və ona gözəl şəkildə əməl etməsi. Ona görə sən gərək Qur'anı tərk etməkdən çəkin. Çünki Allah Teala buyurur ki, elçi dedi ki, ey Rəbbim, həqiqətən mənim qövmüm bu Qur'anı tərk etdi. Qur'anı tərk etmək də bu aşağıdakıları, yəni bu aşağıdakı şeylərlə Qur'anı tərk etmək sayılır. İbn-i Qayyim Rahimullah deyir ki, Qur'anı tərk etməyin növləri var. Birincisi, onu dinləməyi, yəni iman gətirərək onu dinləməyi tərk etmək və ona diqqət vermək. Sonra gətirir ki, Qur'ana əməl etməyi tərk etmək, orada olan halallar, haramlar, onlar gələndə halallarda və haramlarda dayanmaq. Sonra gətirir ki, Qur'anı hakim təyin etməyi tərk etmək, yəni dində əsl olan şeylərdə və furu olan şeylərdə, yəni əsildən çıxan şeylərdə, bu kimi məsələlərdə, yəni Qur'anı hakim təyin etməyi tərk etmək. Sonra gətirir, tədəbbür eləməyi, Qur'anı tərk etmək və onu anlamağa çalışmağı tərk eləmək və orada Qur'anı danışan, yəni Qur'anı danışan Allah Teala
Yəni Allah Taala'nın istəyini, muradını, yəni anlamağa çalışmağı tərk eləmək. Sonra gətirir ki, Qur'anla müalicə olunmağı tərk eləmək. Yəni qəlbdə olan bütün xəstəliklərin müalicəsində, yəni Qur'anla müalicə olunmağı tərk eləmək. Və bütün bu tərk eləmələr də Allah Taala'nın bu ayəsində daxildir. Allah Taala buyurdu ki: "Və qalə Rasul ya Rabbi inne qavmi ittəhadu hadal Qur'ana mehcura." Elçi dedi ki, ey Rəbbim, həqiqətən mənim qövmüm bu Qur'anı tərk etdi. Bu tərk etmələr, yəni biri o birisindən fərqli olsa da, yəni biri o birisindən yüngül olsa da belə, yenə tərk etmək deyə insan gərək çalışsın ki, bütövlüklə Qur'ana bağlansın. Qul Qur'anı tilavət edən, Qur'anı oxuyan sayılır, tilavət etmiş, haqqı ilə Qur'anı tilavət edən sayılır. Bu üç işi yəni yerinə yetirməklə. Çünki Allah Teala deyir ki: "Ellezine ataynahumul kitabe yetlunehu haqqa tilavatihi, ulaika yu'minun bih." O kəslər ki, biz onlara kitab verdik. Onlar onu haqqı ilə tilavət etdilər, oxudular. Onlardır ona iman gətirənlər. Və alimlər bəyan etmişdilər ki, Allah onlara rəhmət eləsin, həqiqətən Qur'anı tilavət eləmək deyildikdə onun içərisində bu üç iş var. Qur'ana əməl etmək, Qur'anı tilavət etməkdən sayılır. Kim namazı qılarsa və onu yaxşı şəkildə qılarsa, kim oruç tutarsa yaxşı şəkildə və kim yaxşı həcc edərsə və kim valideynlərə yaxşılıq etməkdə yaxşılıq edərsə, yaxşı şəkildə edərsə və sədəqə verdikdə yaxşı sədəqə verərsə, bunlar hamısı Qur'anı tilavət etməkdən sayılır. Yəni Qur'anı haqqı ilə oxuyanlar, yəni bunlardır. Çünki Qur'anda gələn şeylərə qulun Qur'anda gələn şeylərə tabi olması onun Qur'anı tilavət eləməsindən sayılır və Qur'anı haqqı ilə əməl edən sayılır. Ona görə hədisdə Peyğəmbərimiz s.ə.v buyurmuşdur ki, qiyamət günü Qur'an gətiriləcək və onun əhli, hansı ki ona əməl edirdilər, onlar gətiriləcək. Və hədisin bu qeydlə gəlməsi, hədisdə olan bu qeyd, hansı ki, "Əlləzīnə kanu ya'maluna bihi", yəni ona əməl edənlər. Bu da o deməkdir ki, onlar Qur'anın əhli olur, ona əməl etdikdə. Və insanın da Qur'ana əməl eləməsi səbəb olur, onun Qur'anı təəmmül etməsi, tədəbbür etməsi, yəni Qur'anı başa düşməyə çalışması, yəni bu səbəbdən insan Qur'ana əməl edir. Yəni insanın Qur'andan olan payı təkcə onu belə oxumaq, düzgün şəkildə oxumaq olmasın. Orada olan hədlər var, Allah Taala'nın Qur'anda qoyduğu hədlər var, onlara əməl etmir, amma Qur'anı təkcə oxuyur və düzgün hərflərini tələffüz edir, yəni bu olmasın, gərək insanda belə olmasın. Həsən Basri rahimehullah buyurur ki, bu Qur'an nazil olunub ki, ona əməl olunsun. İnsanlar onu oxumağı, yəni əməl kimi etsinlər, yəni əməl edərək onu oxusunlar. Yəni Qur'anı oxumağı, Qur'anı qiraəti əməllə edin, əməl etməklə edin. Çünki Qur'an nazil olunubdur ki, yalnız ona əməl olunsun. Çünki orada Allah Taala'nın salamat yolları, hidayət yolları var ki, insanı zülmətdən çıxardır. Zülmətdən çıxardır haqqa, hidayətə və orada olan itaətlərin bilinməsinə insanları yönəldir. Və insan da bunları necə əldə edir? Nə vaxt bunu doğru şəkildə əldə edir? Əgər Qur'anı yaxşı şəkildə tədəbbür eləyərsə, üzərində düşünərsə və ona yaxşı şəkildə əməl eləyərsə. Qəlblərimizin Qur'ana olan ehtiyacı daha çoxdur ki, onun əzəmətini qəlblər tanısın və Qur'anın məkanının, yerinin böyüklüyünü dərk eləsinlər və onun içərisində olan o hidayət yollarına əməl etsinlər və Qur'anın içərisində olan, Qur'anın yəni çağırdığı o
qulun islahı üçün olan, onların xoşbəxtçiliyi olan şeyləri Quranın çağırdığı şeylərə həm dünyada, həm də axirətlərində, yəni bunlara gərək bağlı olsunlar. Yəni bu tələb olunan şeyləri həyata keçirməyə qula yardım edən şeylər nələrdir? Qula yardım edən şey nədir? Odur ki, dərk eləsin ki, Quran aləmlərin Rəbbi olan Allahın kəlamıdır. Dərk eləsin ki, o ucu olan Allah, hikmət sahibi olan Allah tərəfindən nazil olunub. Allah Teala onu nazil edib ki, qullarına hidayət olsun deyə, insanları zülmət yollarından nura çıxartsın deyə. Quranın o vəsfləri var, Quranın sifətləri var, Quranın vəsfləri var. İnsan gərək onları bilsin, tanısın. Quranın əzəmətli olan o vəsfləri. Hansı ki, o vəsflər Quranın əzəmətli, uca olduğunu dəlalət edən şeylərdir, bildirən şeylərdir. Və onun işinin uca olduğunu bildirir. O Quranın bu vəsflərini bilsin ki, bu da insana yardım eləsin ki, o Qurana yaxşı şəkildə Qurana yönəlsin, Quranı tədəbbür etsin və orada olan salamat yolları başa düşsün, anlasın və o yollara tabi olsun. Allah Teala buyurur ki, sizə artıq Allah tərəfindən nur və apaçıq kitab gəldi. Allah onunla öz razılığını istəyənləri, öz razılığını arayanları salamat yollara hidayət edir və onları zülmətlərdən nura çıxardır özünün izni ilə və onları doğru olan yola hidayət edir, yönəldir, aparır. Bu iki ayənin içərisində Quranın, yəni 7 sifəti vəsf olunur, bildirilir. Birincisi odur ki, Allah Teala buyurur ki, "Qad cəəkum minallah." Artıq sizə Allah tərəfindən gəldi. O Allah tərəfindən nazil olub, Quran Allah tərəfindən nazil olub, aləmlərin Rəbbi olan Allah tərəfindən nazil olub. Allah Teala o Quranla danışıb, Allahın kəlamıdır. Və onu da Allah Teala'dan Cəbrail eşidib və onu Muhammed sallallahu aleyhi və səlləmə gətirib. Çünki Allah Teala deyir ki, "Və innehu letenzilu rabbil alemin." Həqiqətən o aləmlərin Rəbbi tərəfindən nazil olub. Nəzələ bihir ruhul əmin. Onu əmin olan ruh Cəbrail gətirib. Alə qalbikə litekuna minəl munzirin. Sənin qəlbinə ki, sən xəbərdar edənlərdən, uyaranlardan olasan deyə. Və Peyğəmbərimizdən də sallallahu aleyhi və səlləm onu eşidib sahabələr, hörmətli sahabələr onu eşidiblər və sahabələrdən də tabiinlər eşidiblər, onlara tabi olanlar və tabiinlərdən də ətbə'u tabiin, yəni onlara tabi olanlar onu eşidiblər və beləcə sonra gələnlər əvvəlkilərdən bunu beləcə götürüblər. Dəqiq, yəni sənədlə qorunmuş, sənədlə beləcə götürüblər. Və bu elə bir yoldur ki, bu elə bir sənəd yoldur ki, Allah Teala'nın qoruduğu bir yoldur. Nəyə görə? Çünki Allah Teala özü vəd verib ki, "İnna nahnu nazzalna zikra və inna lehu lehafizun." Həqiqətən biz nazil etdik zikri, Qur'anı biz nazil etdik və biz də onu qoruyasıyıq əlbəttə. Quranın vəsflərindən ikincisini gətirir. Allah Teala ayədə buyurdu ki, "Nurun, nur." Nur da elə bir şeydir ki, insan zülmətlər içərisində oyuna öz yolunu tapır, oyuna yol tapılır. Və o yolu gedən, o yolda olan, o həlak eləyən şeylərdən görürsən ki, yəni o nurla yəni o həlak edən şeylərdən nicat tapır, qurtulur. Ona görə də insana hidayət tapması Quran nuru ilə mümkündür. Və insanın zülmətlərdən çıxması, orada olan növ zülmətlərdən çıxması, orada olan şərlərdən çıxması, bunlardan nicat tapması yalnız Quranla olur, Quranın nuru ilə olur. Sonra vəsflərdən dördüncü üstünü gətirdi ki, "Və kitabun mubin." Yəni apaçıq, aydın bir kitab. Kitab da yəni ərəb dilində yazılmış deməkdir. Bu da yəni cəm etmək mənasından götürülür. Çünki Quran özündə cəm edib elmləri,
xəbərləri, qissələri, hökmləri və elə cəm edib ki, ən tam formada, ən kamil formada, ən dəqiq, ən yaxşı formada cəm edib. Yəni sonra Allah Taala'nın orada buyurması ki, mubin, yəni apaçıq. Bu da o deməkdir ki, haqqı izah edən və ona yönəldən və qulları ən doğru olana aparan və qullara ən doğru olanı göstərən və Quranda qulların məsləhəti üçün olan bütün hər şey vardır. Onların mənfəətləri üçün olan bütün hər şey Quranda cəmləşib. Həm dünyaları üçün olan, həm də axirətləri üçün olan. Sonra Quranın vəsflərindən 5-cisini gətirir. Allah Teala deyir ki, yəhdi bihillahu men ittəbə ridvanahu subuləs-səlam. Allah Teala onunla, Quranla, yəni kimləri Allah Teala onunla, yəni hidayət edir o kəsləri ki, öz razılığını arayanları, yəni salamat yollara hidayət edir. Allah onunla öz razılığını arayanları salamat yollara hidayət edir. O elə bir kitabdır ki, onun içərisində qulların hidayət yolları, hidayəti vardır, yəni doğru yolu vardır və salamat yolları vardır. Yəni o xeyir yolları. O da imanın şöbələridir və dinin növbə-növ olan o xislətləridir. Sonra Quranın vəsflərindən 6-cısını gətirir, buyurur Allah Taala'nın bu ayəsi və yuxricuhum minəz-zulumati ilan-nuri biizni rabbihim. Onları çıxardı zülmətlərdən nura, özünün izni ilə. O elə bir kitabdır ki, qulları zülmətlərdən və onun bütün növlərindən çıxardır, küfür zülmətlərindən, bidət zülmətlərindən, asilik zülmətlərindən, cəhalət zülmətlərindən, qəflət zülmətlərindən, nur, iman nuru, sünnə, itaət, elm, Allahı zikr etmə, o kimi nura insanları yəni çıxardır. Vəsflərdən 7-cisini gətirir Allah Teala bu ayələrin sonunda deyir ki, və yəhdihim ilə sırat müstəqim. Allah onları doğru olan yola hidayət edir. Yəni ən doğru olan yol, ən açıq, tam açıq olan yol, hansı ki qul da bununla gedir Allahın razılığına tərəf. Cənnətdə olan nemətləri qazanmağa tərəf gedir. Və bu din də Allah Taala'nın qulları üçün razı bildiyi din elə bu dindir. Və Allah Teala bundan başqa dini qulları üçün razı deyil. Və Allah Teala deyir ki, "Ənə hədə sıratı müstəqimən fəttəbi'uhu və la təttəbi'us-subul fətəfərrəqə bikum an səbilihi zəlikum vəssakum bihi ləalləkum təttəqun." Həqiqətən bu mənim yolumdur. Həqiqətən bu mənim doğru yolumdur. Ona tabe olun və başqa yollara tabe olmayın. Sizi Allahın yolundan saptırarlar. Allah sizə bunu vəsiyyət edir ki, siz təqvalı olasınız deyə. Və sonda Allahdan istəyirik ki, Allah Teala qəlbimizi öz dini üzərində sabit etsin və Quranla, haqqı ilə faydalanmağı bizə nəsib eləsin. Peyğəmbərimiz və bundan ötürü çoxlu dua etməyə Allah Teala bizi müvəffəq eləsin. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çox dua edərdi ki, "Ya muqallibəl qulub, səbbit qalbi alə dinik." Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et. Ya musarrifəl qulub, sarrif qalbi alə taatik. Ey qəlbləri yönəldən, qəlbimi itaətin üzərində yönəlt. Yəni həqiqətən qəlbərin yönəlməsi, qəlbərin yönəlməsi Allahın izni ilədir. Qəlblər var, görürsən ki, yəni asiliklər üzərində yönəlir. Qəlblər var ki, görürsən Allah'a itaət üzərində, zikir üzərində yönəlir. Yəni bütün bunlar Allahın izni olmadan olmur. İnsan gərək xeyri istəsin ki, Allah Teala onun qəlbini xeyrə yönəltsin. Əgər sən şəri istəsən, Allah Teala sənə elə istədiyin tərəfə yönəldəcək. Çünki Allah Teala buyurur ki, "Fələmmə zəğu əzəğallahu qulubəhum." Nə vaxt ki onlar haqdan meyl etdilər, Allah Teala onların qəlblərini haqdan meyl etdirdi.
Yəni belə baxırsan ki, ayəyə baxanda, yəni səbəbkar insan özüdür. Allah Teala insana seçim verib. Allah Teala insanı seçimdə azad buraxıb və ona görə də insanın zəlalati seçməsində səbəbkar özüdür. Yəni heç kəs bu ilə qədəri qınamasın. Yəni səhvi özündə axtarsın. Görsün ki, baxsın ki, səbəbkar özüdür. Yəni səhv özündədir. Qədəri qınamasın, özünü qınasın və Allahdan istəsin ki, doğru yol üzərində özünü sabit etsin. Əgər istəyərsə, Allah Teala müvəffəq edəcək və ona yardım edəcək. Belə, Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.